Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 12-də Gəncə şəhəri Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Hadisənin təfərrüatlarının tam obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.